olan torpaq tiplərini ardıcıl sayın. Tərtər çayının mənbəyindən mənsəbinə. Bəli, bəli. Deməli, mənbəyi başlayır Kiçik Qafqaz dağlarından. Mən torpaq tiplərini soruşuram əsasən. Dağ torpaqlarıdır. Dağ meşə torpaqdan başlayır. Dağ meşə məncə. Sonra baxın, ən yuxarıda dağ çəmən torpaqlarıdır. Sonra gələcək Qonur dağ meşə torpaqları. Sonra Qəhvəyi dağ meşə torpaqları. Tünd şabalıdır, açıq şabalıdır. Boz və boz çəmən torpaqlar formalaşacaq. Biraz buranı yaxınlaşdırım. Bax, indi burada bu xəritədə tam olaraq ətraflı görsənmir yerində. Təxminən bax, belə götürsək, hardasa bura qədər davam edir də belə. Götürəndə burada birinci gələcək dağ çəmən torpaqları, sonra Qonur. Müəllim, dağ meşə dediyimi bayaqları. Ona uyğun gəlmir. Gəlir. Dağ meşənin tərkibindədir. Dağ çəmən, Qonur, Qəhvəyi, tünd şabalıdır, açıq şabalıdır, boz və boz çəmən torpaqlarıdır. Sonra Aysel xanım, sizdən soruşum. İştirak edə bilirsiniz sual-cavabda. Bəli, mən. Salam, axşamınız. Salam, xeyir. Qusar çayının mənbəyindən mənsəbinə doğru torpaq tiplərinin ardıcıllığı. Qusar çayının mənbəyindən mənsəbinə doğru. Bəli. Deməli, Qusar çayı yüksək dağlıqdan başlayırsa, ibtidai torpaqlar, çimli torpaqlar, çimli podzol torpaqlar, sonra Qonur torpaqlar, Qəhvəyi torpaqlar, Qonur şabalıdır, sonra Qəhvəyi, Qonur, Qəhvəyi, sonra şabalıdır. Bəli. Və boz torpaqlar. Qusar çayı deməli, bax, dağ çəməndən başladı. Qonur torpaqları var, Qəhvəyi torpaqlar demək olar ki, orada azdır. Eyni xüsusiyyətlər Böyük Qafqazın cənub yamacı üçün də oxşardır. Alüva, çəmən, meşə torpaqlar mənsəbdə formalaşır. Artıq orada boz torpaqlar olmur. Deməli, dağ çəmən torpaqlar. Onu qeyd eləyəsiydim ki, Qusar orada nədir? Çəmən meşə torpağı olduğuna görə. Bəli. Baxın müəllim, indi mən bunu istəyirəm ki, bir şəkillə də göstərim sizə. Görürük ekranı müəllimlər. Bəli. Baxın, bura görürsünüz. Burada Qusar çayın bu hissəsi 1 dağ çəmən torpaqlarıdır. 2 Qonurdur. Sonra Qəhvəyidir. Sonra burada artıq gəlir Alüva, çəmən meşə torpaqlar. Gördük. Burada baxaq. Şabalı torpaqlar da biraz var. Sadəcə həmin çayın fikir verin. Subasarlarında subasar torpaqları deyə formalaşır. Subasar, çəmən meşə torpaqları. Ardıcıllıq belə gedir. Dağ çəmən, Qonur, Qəhvəyi, biraz miqdarda açıq şabalı torpaqlar və mənsəbdə isə Alüva, çəmən meşə torpaqlar formalaşır. Bu da Şirin qurut sularına görədir. Burada intrazonal landşaft formalaşdığına görə. İstəyirsiniz digər məsəl üçün burada Tərtər çaya da baxaq. Görürsünüz, burada isə artıq boz torpaqlardan bitir. Boz çəmən torpaqlarından. Mənim bağışlayın. Buyurun. Bir daha sual vermək olar. Buyurun. Bu Tuqay meşələri bu Kür çayı boyuncadır, yoxsa bu intrazonal landşaft deyəndə burada da Tuqay meşələrini deyə bilərik? Müəllimə, deyə bilərik. Tuqay meşələrini əlbəttə ki, deyə bilərik. Çünki eyni tipdə ağaclardan ibarətdir də onlar. Yalanqozdur, nə bilim, söyüddür, ondan sonra iydədir. Düzən meşələri. Sonra kimdən soruşuram? Xəyalə müəllimə, sizdən soruşuram. Bəli. Müəllimə, Viləş çayının mənbəyindən mənsəbinə doğru torpaqların ardıcıllığını deyə bilərik. Viləş çayı. Viləş çayını deyə bilərik. Burada dağ meşə deyə bilərik. Qəhvəyi dağ meşə deyə bilərik. Qəhvəyi dağ meşə də var, bəli. Qonur dağ meşə də var. Hətta dağ çəməndən başlayır. Dağ çəməndən. Hə. Ardıcıllıq olduğu kimi gedir. Bəli, sonra bu şəkildə baxıram. Sarı dağ meşə deyə bilərik, podzollaşmış.
Bəli, siz şəkildə baxmayasınız deyə mən sizdən soruşuram müəllimə. Ki bir sual cavab adına. Yaxşı, təkrar olsun bizim üçün. Deməli, başlayaq. Dağ çəmən torpaqdan başlasaq. Sonra Mənsəb bir dəqiqə onu da deyim görün düz deyirəm. Mənsəbi bu çəmən meşə ola bilər. bataqlıq Bataqlıq çəmən, çəmən. deməli, bataqlıq torpaqlardır, bataqlıq çəmən. Bəli. Bataqlıq çəmən torpaqlardır. Sonra Nazlı müəllimə sizdən soruşum. Naxçıvan çayın mənbəyindən mənsəbinə doğru. Naxçıvan çay, Mənbəyindən mənsəbinə doğru. dağ çəmən torpaqları, sonra boz qəhvəyi torpaqlar, Boz qəhvəyi elə şabaldıdır da. Amma ortada biri də var, qəhvəyi torpaqlar var. Bəs qonur torpaqlar varmı Naxçıvanda? qonur. Qonur torpaqlar çox da formalaşmır da. Çünki fıstıq və ləs meşələri olmalıdır əsasən qonur torpaqlar formalaşması üçün. Ona görə Naxçıvanda bu formalaşmır. Biz eyni ardıcıllığı yada saxlayırıq. Dağ çəmən sadəcə qonuru demirik. Dağ çəmən, qəhvəyi, şabalıdır, boz və boz çəmən torpaqlar formalaşır. Boz çəmən. Baxın bu ardıcıllıqla. Salam, mənim bir sual var verin. Buyurun. Aleykümselam. Mənim Naxçıvanda dedik də qonur torpaqlar formalaşmırdı, hə? Burada xəritə bizə göstərir ki, xeyr, orada formalaşmır da. Çünki iqlim daha rütubətli olmalıdır, fıstıq və ləs meşələri olmalıdır ki, Bal qonur torpaqlar. ağaclarının altında olmaz. Necə? Bal ağaclarının altında. Palıd ağacları əsasən orada quraq şəraitdə olur. Təkcə palıd deyil, palıd və ora quraqda davamlı kolluqlardır. Həmin şərait torpağın rənginin qəhvəyi olması ilə nəticələnir. Başa düşdüm. Ona görə də qəhvəyi torpaqlar formalaşır orada. Anladım. Sonra salam, Ramilə xanım sizdən soruşum. Bəli. Aha. Qanı Qayırçay çaylarından məsələn götürək Tala çayı və ya tutalım Kürmük çayı. Onun mənbəyindən mənsəbinə doğru torpaqların ardıcıllığı. Yəni küncdə bucaqda qalan yerlərdir buralar, ona görə soruşuram. İstəyirsiniz bir təkrarlayaq onu. Baxaq, deməli bir nədir burada? Dağ çəmən torpaqlarıdır. Bu hissədə. Biraz daha aşağıda qonur torpaqlar formalaşıb. Oradan birbaşa aşağıda artıq allüvial çəmən meşə torpaqları formalaşıb. Görürsünüz 3 dənəsi var burada. Çaşdıra bilər bu? Mən başdan eşitmədim, sualı internetdə zəif. Hə, mən bu hissənin Qanı Qayırçay çaylarının, bu Şəki-Zaqatala bölgəsinin çaylarının, gəlmişdə olan çayların mənbəyindən mənsəbinə doğru olan torpaq tiplərini soruşurdum. Fikir verin müəllimə. Dağ çəmən torpaqlar, qonur torpaqlar, qəhvəyi torpaqlar olmur burada. Birbaşa keçir allüvial çəmən meşə torpaqlarına 11 rəqəmi ilə göstərilir. Aha. Sualınız var bundan bağlı nəsə? Yoxsa digər müəllimə keçim? Dağ qəhvəyi, Dağ qəhvəyi burada yoxdur, görürsünüz? Bu hissədə baxın. 3 rəqəmi yoxdur. Hardasa Əyri çaya qədər olan hissədə. Kəmalə müəllimə, sizdən soruşum. Bəli, Kəmalə müəllimə. bəli. Hə. Kəmalə müəllimə, indi bu çayların biz torpaq tiplərini dedik də, düzdürmü? İndi bunları mənbədən mənsəbə doğru, indi ən yüksək nöqtəni nəzərə almaqla, iqlimlərin ardıcıllığını zəhmət olmasa deyin. Şəki-Zaqatalada olan hissəni müəllim. Bəli, bu hissəni göstərir. Bax bu Şəki-Zaqatala ərazisindəki çayların mənbəyindən mənsəbə doğru iqlimlərin ardıcıllığı. Orada yağıntıları il boyu bərabər paylayan soyuq iqlim tipi. Ən yuxarıda müəllimə, ən yuxarıda hansı olacaq? Tundra. Dağ tundra. Sonra Bütün fəsillərdə bu yağıntılı soyuq iqlim. Doğrudur, aha. Sonra yağıntılar bərabər paylayan mülayim isti iqlim. Daha sonra gələcəkdə yayı qışı quraq keçən mülayim isti iqlim. Qışı quraq keçən mülayim isti. Aha, indi biz bunun torpağını, iqlimini dedik də müəllimə buranı. İndi həmin ərazinin, hər hansı bir ərazi götürüb danışırım. Həmin ərazinin landşaftını desək, məsələn, bax bu hissədə ardıcıllıqla formalaşan landşaft. Düzən meşədən başlayacaq da, düzən meşə. Aha. Aşağıdan yuxarı getsək, bəli. Düzən meşə, daha sonra dağ köl, dağ meşə, sualp, alp, subnival, nival.
Deməli müəllimə, bax burada düzən meşəni dedik, düzdür? Bəli. Aha, sonra nə dedik? Dağ çöl. Buralarda artıq müəllimə çöllər formalaşmır o qədər də. Birbaşa keçir meşələr. Orta dağlıq Aha, meşələr. Bax belə olur ardıcıllıqlar. Deməli, birinci aşağıda gəlir burada. Qoy fərqli rənglə yazım. Qara varmı burada? Ağla yazaq. Deməli, alüvyal, çəmən, meşə, sonra dağ, meşə, Sonra sual. bəli, gələcək əsasən subal, alp, Subnival, nival. subnival, nival. Çöl landşaftı burada itir. Çünki şirin qurun suları və rütubətli şərait çöl landşaftını burada düzən meşələri və dağ meşələri ilə əvəzləyir. Sonra başqa kim qaldı? Rəqsanə müəllimə qaldı. Ondan soruşacağam. Rəqsanə xanım, bu acabda iştirak edə bilirsiniz. Bəli. Kürək çayın bu belə deyək də, mənbəyindən mənsəbinə doğru landşaftları ardıcıl saya bilərsiniz. Orada deməli birinci Nival buzlar, sonra Yox, müəllimə, kitablarda Nivalı saymırdıq axı biz. Yazayım. Subnivaldan başlayacaqdik. Subnival, sonra Alp, Subal, Bəli, subal, dağ meşə, meşə, dağ meşə, sonra dağ çölləri, bəli, dağ çölləri, yəni aşağıda quru çöllər, sonra yarım səhra landşaftı. İndi bu ardıcıllığa uyğun torpaq tiplərini deyin mənə. deməli Subnivalda formalaşmır, Alpda formalaşmır, Alp formalaşmır. Niyə müəllimə dağ çəmən torpaqları formalaşır? Bayaq səhv eləmirəmsə Aysel müəllimə idi, bütün növlərini saydı. Dağ çəmən torpaqlarının. Alp subatda torpaqlar formalaşır axı ibtidai, torflu, yumşaq çimli, qaraya bənzər. Sonra meşədə qonur və qəhvəyi dağılmış torpaqları. Aha. Düzən meşədə deyirsən, o düzən meşədə şabaldı torpaqlar, yarım səhralıqlı boz torpaqlar. Boz və boz çəmən torpaqları. İndi müəllimə zəhmət olmasa mənsəbdən mənbəyə doğru iqlimlərin də ardıcıllığını sayın. Əksinə də yəni yarım səhradan başlayım. Bəli. Mən kömək edeyim yarım səhra quru çöl. Aha, sonra Yarım səhra quru çöl iqlimi, sonra qışı quraq keçən mülayim iqlim. Düzdür. Yağıntıları, yox, qışı quraq keçən soyuq iqlim. Bəli, qışı quraq keçən soyuq iqlim, aha. Sonra da dağ tundra iqlimi. Bəli, dağ tundra iqlimi. Gözəl. Əla. Sual vermədiyim başqa kimsə qaldı mı? Mənim. Bəli, istəyirəm. Bəli, bəli. Orada da bir qış quraq keçən mülayim isti iqlim düşmür ora. Biz onu yazdıq da müəllimə, qışı quraq keçən mülayim isti iqlim. Hə, dediniz onu. Bəli, bəli, bax bu ikincidə onu göstərmişəm. Ardıcıllıq olaraq. Qışı quraq keçən bütün zolağa belə gətirir axı Kiçik Qafqazın dağ ətəyi bölgəsində. Təxminən 500 metrlə 1500 metr aralığında. Sual vermədiyim kimsə qaldı mı yoldaşlar? Mən çünki görə bilmirəm buradan. Mənim. Sizə sual vermişəm müəllimə, yoxsa? Xeyr, bilməmisiniz. Hə, onda müəllimə zəhmət olmasa biz Həkəri çayın özü üçün də olan torpaq tiplərini sayaq, mənbədən mənsəbə doğru. Deməli, burada quru çöllərdən başlayır. Yox, torpaq tiplərini, müəllimə, torpaq tiplərini. Torpaq tiplərini. Demək, burada şabaldı torpaqlar, açıq şabaldı torpaqlar. Ondan sonra biraz yuxarıda tünd şabaldı torpaqlar, sonra qəhvəyi meşələr, qonur meşələr, ondan sonra dağ çəmən. Haradasa demək olar, bəli, bəli, düz deyirsiniz. Bəs iqlim ardıcıllığını necə sayarsınız? Bəli, deməli, qışı quraq keçən mülayim isti iqlimdən başlayır. Sonra Mənsəbdə bir balaca yarım səhra var müəllimə. Mənsəbdə yarım səhra var bu hissələrdə. Həkəri çayında. Bəli, Həkəri çayında. Bəli, Həkəri çayında var. Mən Kiçik Qafqaz baxımından demək istədim onun üçün. Aşağıdan o zaman aşağıdan yuxarıya deməliyəm də mən. Bəli. Yarım səhra, deməli, qışı mülayim keçən yarım səhra quru çöl iqlimi. Sonra orada bir balaca yerdə yayı quraq keçən
mülayim isti iqlim. Ondan sonra Yox, bütün müəllimə, kiçik yox. O dediyiniz buradır. Bax bu hissədir. Burada yoxdur o. Onu aydındır. qarışdırmayaq bura. Deməli, Aha. qışı mülayim keçən yarım səhrə quru çöl iqlimi, sonra qışı quraq keçən mülayim isti iqlim, ondan sonra yayı quraq keçən soyuq iqlim Yox və müəllimə. bir Qışı quraq keçən soyuq iqlimdir. Bəli, Bir də bu quraq keçən qol olan soyuq yer iqlim, bu balaca hissədə yerdə də dağ dağıtılır. tundra. Bəli, balaca bir hissədə dağıtılır. Bunları qarışdırmayaq çox da. Aha. Sonra hissəni sileyim. Aha, yenə. Baksana xanım, sizdən soruşuram. Qanı qayrışları yollar düzü şur boyu ərazilərdə hansı landşaftdır? Düzən meşə. Düzən meşədir. Bunlar qurun sularının səthə çıxması ilə bağlıdır. Şirin qurun sularının. Mən Aksana məndən soruşurdum, çünki hissə gedirəm ona görə. Bağışlayın o zaman. Canlı sağ olsun. Aksana məndən sizdən soruşuram. Eşidirsiniz məni? Bəli, bəli. Aha. Yaxşı, mənə zəhmət olmasa Bozqonur torpaqlarının hansı ərazilərdə yayıldığını deyin ölkəmizdə. Bozqonur torpaqlar. Bəli, bəli. Ölkəmizdə. Kür Arazov balığında mənim bəzi hissələrdə orada. Əsas konkret yer var, Bozqonurun. Abşeron yarımadasıdır, Qobustan ərazisidir. Cənub-şərqi Şirvandır, bu ərazilərdə yayılır. Bozqonur torpaqları bu biraz xüsusidir də. Ona görə soruşuram. Aha. Yaxşı, müəllimə, mənə zəhmət olmasa Gürcü palıdının hansı ərazilərdə yayıldığını deyin. Aksana müəllimə, siz. Gürcü palıdı Zəngəzur hissəsi idi mən. Gürcü palıdı? Ərazisində, bir də Qarabağda. Zəngəzur iqtisadi rayonuna düşür, bəli, Həkəri çay ətrafında. Sonra Böyük Qafqazın şimal-şərq hissəsində Gilgil çayda, bir də Sumqayıt çay hövzələrində Gürcü palıdı yayılıb. Ayşin müəllimə, sizdən soruşum. Bəli, mən. Buyurun. Kimsə nəsə sual vermək istəyirdi. Mən idim. Hə. Üzr istəyirəm. Canı sağ olsun. Ayşin müəllimə, Tuğay meşələrində əsasən hansı ağac növləridir? Tuğay meşələrində əsasən rütubətsevər ağac növləridir. Misal göstərə bilərik, məsələn, söylü, sonra yalanqoz, qarağac, bunun kimi və müxtəlif alçaq boylu otlar misal göstərə bilərik. Aha, doğrudur. Yaxşı, qara çöhrə endemikdir yoxsa relikdir? Mənim anlamsızmı? Bəli, sizdən davam edirəm. Qara çöhrə səhv eləmirəmsə həm endemik, həm relik bitkidir. Qara çöhrə relik bitkidir müəllimə. O Böyük Qafqazın, bəli, Böyük Qafqazın cənub və cənub-şərqində hansı inzibati rayonlarda yayılıb qara çöhrə? İnzibati Zakata Allahıcı idi. Yox. Qəbələ Şamaxı. Qəbələ və Şamaxıda yayılıb. Zakata Allahıcı, bəli, fiziki coğrafi rayonuna düşür. Orasını düz deyirsiniz. Aha. Sonra Xəyali müəllimə sizə keçirəm. Eşidirəm. Xəyali müəllimə, ardıcın 4 növü var, saya bilərsiniz mənə? Nəyi müəllim? Ardıc ağacının 4 növü. İynə, yarpaqlı ağac kimi. Ardıcın. Bəli. O bir ən küçdə bucaqda qalan yerlərdən soruşuram ki, belə. Ardıcın bir dənə elə ardıcı bilirəm yəni. Hə, ardıc ağacının. Bilən var müəllimlər, fikir bildirmək istəyirsiniz yoxsa özüm deyim? Müəllim, salam. Uzun gövdəli, müəllim. Uzun gövdəli, bir də çox meyvəli. Uzun gövdəli, çox meyvəli, ağır iyli, bir də qırmızı. Qırmızı, bəli, 4 növü var. Doğrudur. Meyvəli Aha. Yaxşı, sonra keçək Nazlı müəllimə sizə. Bəli, buyurun. Aha. Gürcü palıdını soruşduq. Şabaldiyarpaq palıdı bəs hansı ərazidədir? Hansı ərazidədir yəni? Şabaldiyarpaq var. Müəllim, Qəbələdə Qaxdadır. Qəbələ Qaxdadır. Yox, Talış dağlarında. Yəni Talışda Hirkanda. Bəli, Hirkan Talış meşələri. dağları. Bəli. Aha. siz İndi bu Şabald ağacı soruşmadınız. Şabaldiyarpaq palıdı deyirdim müəllimə. Hə. Hə, şabaldiyarpaq palıdısı deyirdim. Ramilə müəllimə sizlə davam edeyim. İstəyirsiniz müəllimə. Kəmalə müəllim, onda sizlə davam edeyim.
Gəlmə. Gəlmə. Kəmalə müəllimə, bu palıd növü soyuğa davamlıdır. Mülayim isti və soyuq iqlim şəraitində müşahidə olunur. Böyük Qafqaz tektonik zonasında təbii halda bitir. Hansı palıddır? Şərq palıdı. Bəli, şərq palıdı. Doğrudur müəllimə. Aha. Araz palıdı hansı ərazilərdə yayılıb? Araz palıdı Kiçik Qafqazda. Hansı rayonlarda? Kiçik Qafqaz. Kiçik Qafqaz. Şurada şəkillər var idi. Zəngilan. Bəli, Zəngilan düzdür müəllimə. Zəngilan və Qubadlı rayonlarında rast gəlinir. Doğrudur. Müəllimə, meşəlik əmsalı neçə faizdən yuxarı olarsa o sənaye əhəmiyyəti hesab oluna bilər? Meşəli neçə faizdən yuxarı olarsa Sənaye əhəmiyyətli olar. 25%-dən yuxarı olarsa o sənaye əhəmiyyətli olur. 25%-dən aşağı olanda ekoloji, sanitariya, tarla qoruyucu, yol qoruyucu və s. əhəmiyyətə malik olur. Aha. Elə müəllimə sizlə davam edeyim. Mənə zəhmət olmasa Naxçıvanın Arazboy düzənliklərindən yüksək dağlığına doğru landşaftların ardıcıllığını sayın. Bəli. Naxçıvanda yarım səhra, quru çöl, yarım səhra landşaftı idi. Üzr istəyirəm, yarım səhra landşaftı idi. Sonra quru dağ çöllərdir, dağ tropiklər idi. Dağ tropiklər, quru dağ çöllər, sonra sualp, alp, subnival, nival. Doğrudur. Dağ meşə landşaftı burada formalaşmır. Aha. Rəqsanə müəllimə sizdən soruşum. Bəli. Aha. Lənkəran zonasında düzən meşə çəmən landşaftında hansı torpaqlar formalaşıb? Düzən çəmən meşədə Lənkəran zonasında. Lənkəran ovalığında. sarı torpaq var. Bəli, sarı və ya pozullaşmış sarı torpaqlar. Bura əsasən nə üçün, hansı təsərrüfat sahələri üçün istifadə olunur? Subtropik meyvəçilik idi, xarak tərəvəçilik, bir də çayçılıq. Doğrudur, bəli. Təxminən aqroiqlim ehtiyatları hansı dərəcə aralığında olar sizcə burada? Yuxarı istəyirsən. Fəal temperaturların cəmi 4000 dərəcədən, illik göstəricisi 4000 dərəcədən aşağı olar yoxsa yuxarı olar? Yuxarı olar. Bəli, 4000-dən yuxarı olacaq, doğrudur. Aha. Ölkəmizdə texnogen landşaftlar hansı ərazilərdə rast gəlinir müəllimə? Texnogen landşaftlar daha çox düzənlik və dağlıqlı ərazilərdə, Afyon, Qobustan, Samur Dövəsi, Lənkəran ovalığında. Sənayenin strukturunun yüksək olduğu ərazilərdə daha çox texnogen landşaftlara rast gəlirik. Məsəl üçün, biz dağlıq olsa da daş keçəndə də bunu görürük də. Yəni, bu düzənliklə yox, ərazinin məskunlaşması və sənayenin inkişafı ilə bağlıdır da bu texnogen landşaftlar. Mədəni landşaftlar nədir müəllimə? Mədəni landşaftlar insanların öz tələbatını ödəmək məqsədi ilə yaratdıqları landşaftlarıdır. Məsələn, binalar, tikililər, yaşayış məskənləri. Meşə. Doğrudur, düzdür müəllimə. Aha. Sonra yenə biraz da əvvəlcədən təkrara keçək. Aha. Aksana xanım, sizdən başlayıram. Qaraqum və təkləməkan səhraları hansı iqlimdə yerləşir? Tropik mənim. Yox müəllimə. Qaraqum və təkləməkan səhraları. Mülayim. Mülayimin kontinental hissəsində, kəskin kontinentalda yerləşir. Doğrudur. Aha. Sonra elə sizlə davam eləyirəm. Patagoniyada hansı iqlimdir? Subekvatorial. Yox müəllimə, Patagoniyada. Mülayim kontinental. Mülayim kontinentaldır, bəli. Doğrudur. Aysel müəllimə, sizdən soruşuram. Bəli, müəllim. Aha. Məsələn, Qızılqum səhrasında özünü deyək. Qızılqum səhrası mülayim kontinentaldadır. Aha, doğrudur müəllimə, düz deyirsiniz. Sonra Nallar-Bor düzənliyi. Nallar-Bor düzənliyi deməli kontinentaldır, amma subtropik kontinentaldır. Düz deyirsiniz müəllimə, subtropik kontinentaldadır, doğrudur. Aha. Şri-Lanka adasının şimalında hansı iqlimdir? Şri-Lanka adasının cənubundan ekvatorial iqlimdir, şimalında yəqin subekvatorial. Subekvatorial iqlimdir, doğrudur. Hindistan ərazisində irriqasiyaya hansı aralıqlarda ehtiyac duyulur? İrriqasiyaya yay mussonlarına təsir göstərdiyinə görə qış aylarında ehtiyac olar. Yəni təxminən oktyabrdan Yəni oktyabrdan marta qədər.
Mart, aprel ayı. Bəli, mart-aprelə qədər ehtiyac duyurlar, doğrudur. Ha. Sonra xəyali müəllimə sizdən soruşuram. Bəli. Anemometr nəyi ölçür müəllim? Anemometr, Bəli. anemometr. Küləyin Küləyin nəyini ölçülür müəllimə? Sürətini yoxsa gücünü? Küləyin sürətini ölçülürdü. Mistral küləkləri hansı ərazilərdə müşahidə olunurdu? Fransada. Fransa ərazisində, doğrudur müəllimə. Sirokko? Sirokko İtaliyada. Bora? Bora Şimal Qafqazda. Başqa bir dəniz adını çəkin. Dəniz adı Qaradəniz. Yox. Qaradəniz. Qaradəniz. Qaradəniz və Xəzərin şimalında da müşahidə olunur. Hətta xəzli küləklərinə bora tipli deyirlər. Aha, çox güclü küləklərdir bora küləkləri. Əməlli başlı müəyyən fəlakətləri də gətirib çıxara bilir. Aha. Sonra müəllimə, Nazlı müəllimə sizdən davam eləyək. Bəli. Bir dəqiqə səbirli olun. Nazlı müəllimə, Xubsuqul gölü hansı ölkənin ərazisindədir? Necə? Xubsuqul gölü hansı ölkənin ərazisindədir? Mərkəzi Asiya ölkələrindən Monqolistan ərazisindədir. Aha. Yaxşı müəllimə, çay adları deyirəm. Həmin çaylar hansı aylarda boslu olur mənə deyin. Taxo, Qvadiana və Murrey çayları. Taxo Pirene yarımadasındadır. Onda olacaqdı qış aylarında. Aha, Murrey. Murrey də Avustraliyada quruyan çay, Krik çaydır. Olacaq yay aylarında. Yox, o qarışıq rejimdə, o da qış aylarında daha çox boslu olur. Aha. Bir də dediniz nə? Elə Qvadiana da elə Taxonun böyründədir, Pirene yarımadasında. Harona yuxarıdadır. Bəli, Harona daha yuxarıdadır, bəli. Fransada. Angola isti cərəyanda soyuq cərəyandır müəllim. Angola analığı olmayan. Yox, Angola. Soyuqdur da, soyuq. İsti cərəyandır müəllim, isti cərəyandır. Yəni çox burada çatdırırlar. İsti cərəyandır. Angolanın yaratdığı təbii şəraitlə bağlı bizə nə deyə bilərsiniz? Xatirə müəllimə. Oldu müəllimə, yaxşı. Angola keçdiyi ərazidə nisbi rütubəti artırar yoxsa azaldar? Azaldar da. Nisbi rütubəti artırar müəllimə. Rütubət yaradır isti cərəyan. Daha soyuq demişdim, yağda soyuq qaldı. Yox müəllim, isti cərəyandır. Angola isti cərəyandır. Ağlımda elə qalır. Ona görə istidirsə rütubət əlbəttə ki. Ərazini yumşaldır, yağıntı gətirir. Aha, buxarlanma qabiliyyəti ilə buxarlanma arasındakı fərqi artırar yoxsa azaldar? Azaldar. Bəli, doğrudur, azaldar. Qərb-hissəyə də daxil ola bilər, əsasən şimal-şərq hissədən daxil olur. Şimal-qərbdən adətən mülayim dənizi deyirik, şimal-şərqdən də mülayim kontinental. Dəniz Arktik hava kütlələri əsasən harda formalaşır müəllimə? Dəniz Arktik, deməli kontinental Arktik. Dəniz Arktik adalar üzərindədir. Spitsbergen, Grenlandiya adaları üzərində formalaşır. Şimaldan daxil olur Respublikamız ərazisinə. Bu da temperaturu aşağı salır, yəni hava soyuyur. Doğrudur. Kara və Barents dənizləri üzərində formalaşan. O isə kontinental Arktik. Respublikamızda Gülüstan düzündə yanvar ayının orta temperaturu nə qədər olar müəllim? Gülüstan düzündə yanvarın orta temperaturu və bu yarım səhra quru çöl iqlimində. Mənim 44 dərəcə olar, mən 44. Yox müəllim, mənfi 44 orta temperatur olsa, orada insan yaşayır. Gərək eskimoslar yaşasın orada. 10-14 dərəcə Selsi arasında deyərəm də. Yox müəllimə, mənfi orta temperatur yanvarda. Orta temperatur mənfi 3 ilə mənfi 6 arasında dəyişir. Bəli. Mən ümumi deyirəm. Hə, düzdür. Mənfi 3 ilə ona görə soruşuram mən ki, o çünki o qışı soyuq keçən yarımsərə quru çölün diaqramında zaten sıfırdan biraz aşağı düşür. Bəli, düzdür. Görürsüz burada. Bəli. Mənfi 3 ilə mənfi 6 aralığında dəyişir. Bəli. Mən orta illik temperaturu fikirləşdim. Birbaşa elə getdim ora. Yanvar dediniz də siz. Yanvar ayının orta temperaturunu soruşdum. İndi müəllimlər, bu gün biz bir dənə bu vərəqləri çevirim ekrana çox baxmayın. Bir təsirləməsin gözünüzə. Bu gün biz bu qoruq milli parklar bunlar haqqında danışaq. Və əgər bacarsaz yaxşı olar ki, fiziki coğrafi rayonlardan da bir vilayət götürək növbəti dərsə qədər. Bəli, Böyük Qafqazı götürək. Böyük Qafqazı məsələni götürək. Çünki mən o vəsaitdə qısa fikir verirəm bura. Hər bir fiziki coğrafi rayonu
mən bu şəkildə ayrı-ayrılıqda qeyd eləmişəm dəftərdə və onu fikir verin, burada cədvəl üzrə də hər bir göstəricisini vermişəm. 10-cu sinif dərsliyində də müəllim belə verilib. Bu cədvəl formasında var son dərslikdə. 10-cu sinifdə tapşırığın içində var. Hamısı bir-bir var. Təbii ehtiyatı, geoloji quruluşu. Lap qəşəng, çox qəşəng. Deməli, bunları tam yeri-yerində müəllimə, onda rahat formada öyrənə biləcək. Bu gün biz fiziki coğrafi rayonların da yarısını götürək, müzakirə aparaq. Qalanı da növbət dərsdə qalsın. Növbət dərsdə fiziki coğrafi rayonlar, fiziki coğrafiyanı bitirək, keçək iqtisadi coğrafiyaya. Çünki iqtisadi coğrafiyada daha uzun-uzadı müzakirələr daha maraqlı olacaq. Başlayaq burada ölkəmizdə olan milli parklardan, qoruqlardan, yasaqlıqlardan, bunlardan. Məlum məsələdir ki, antropogen təsirə məruz qalır təbiət, bu qaçınılmazdır. İnsanlar da bilinçsiz formada, kör təbii formada təbiətə təsir göstərdikcə onu körlüyor, sıradan çıxarır, degradasiyaya uğrayır göstəricilər və məcburiyyətdən irəli gəlir ki, müəyyən təbiəti mühafizə obyektləri yaradılsın. Milli park kimi, qoruq kimi, yasaqlıq kimi. İndi zəhmət olmasa deyək birimiz, məsələn, kim demək istəyirsə. Götürək Ramilə müəllimə. Ramilə müəllimə, milli parkla qoruğun arasındakı fərq nədir? Eşitirsiniz Ramilə müəllimə? Demək olar. Bəli, deyin müəllimə, siz deyin yaxşı. Milli park Müəllim, və bizdə internet zəifdir məndə. Bəs səsiz biraz gec gəlir, həm də qırıq-qırıq gəlir. Hə, canın sağ olsun. Təkrar edə bilərsiniz, zəhmət olmaz. Digər müəllimə artıq cavab verirdi. Bu yaxşı siz cavab Hər verdiniz. məqsədinə milli park, amma qoruqda qətiyyən qadağandır da insan aparacağı fəaliyyət işləri. Aha. Mənim insanların girişinə birinə icazə var, öbürüsünə yoxdur. Yəni dövlət tərəfindən qorunur. Hər ikisində bütün təbii komponentlər qorunur. Düzdəyirik, hər ikisində bütün təbii komponentlər qorunur. Qoruqda. Çünki bura artıq bir növ ciddi vəziyyətdə olan ərazidir də. Buranı qeyd edeyim. Hər ikisində dedik ki, bütün təbii komponentlər qorunur. Qoruqda yalnız müəyyən icazəli şəxslər girə bilər. Burada təsərrüfat fəaliyyətinə qəti şəkildə icazə verilmir. Müəyyən elmi tədqiqat aparmaqdan ötürü ekspedisiyalar gedə bilər ora, qoruğa. Bu da istirahət sayılmır təbii ki. Milli parklarda isə insanların istirahətinə icazə verilir. Burada məntiq nə? Baxın, fikir versəz görərsiniz ki, ya əvvəl qoruq olan yerləri milli parka çeviriblər, ya da qoruqların ətrafında milli park yaradıblar da. Bu nə üçündür? Qoruq olaraq bu ərazini, məsələn bu hissəni mühafizəyə alırlar, bu hissəni qoruyurlar, insanların təsirindən həmin ərazini mühafizə edirlər, zamanla 30 il, 50 il, 100 il bu müddətdə ora öz-özünü bərpa edir. Ancaq insanları vəhşi təbiətlə tanış eləmək lazımdır, insanların istirahətini təmin eləmək lazımdır. Onda nə edirlər? Bu qoruğun ətrafında müəyyən obyektlər, istirahət üçün uyğun olan obyektlər yaradırlar. Həmin hissə olur artıq milli park. İnsanlar buralara gələrək həm vəhşi təbiətlə tanış ola bilirlər, həm istirahətini təmin edirlər. Amma burada toxunmaq, təsərrüfat fəaliyyəti eləmək qəti şəkildə qadağan olur. Yəni, qoruqla milli parkın ən əsas fərqi budur. Deməli, onda yekun olaraq desək ki, milli parklarda insanların istirahətinə, gəzintisinə icazə var, amma toxunmağa icazə yoxdur. Qoruqda da təsərrüfat fəaliyyətinə icazə verilmir, bütün təbii komponentlər qorunur, nə gəzinti olmaz və hər şey qorunur. Bəs yasaqlıqlar necədir? Yasaqlıqları biz müvəqqəti qoruqlar kimi bir şey adlandıra bilərikmi? Bəli, nisbətən icazə verilir elmi tədqiqat işləri aparmağa. Bəli, tədqiqat iş aparmağa icazəli şəxslərə orada təsərrüfat fəaliyyətinə icazə verilir. Bəs yasaqlıqda sizcə niyə insanların istirahətinə icazə verilir? Yəqin ki, məsələn, təbiətə təsir edərlər. Yox, mən onu belə izah edirəm. Baxın, yasaqlıq... Buyurun, deyin. Yasaqlıqda bütün təbii komponentlər qorunmur da, bəzi təbii komponentlər qorunur. Ona görə yəqin ki, insanların girişinə icazə verilir. Doğru variantı müəlliməm. Deyək ki, bu ərazidə, hər hansı bir ərazidə, belə götürək, bu bizim xəritəmizdir məsələn. Digər, bir dəqiqə gözləyin, elə xəritə üzərində göstərim də bunu. Baxın. Deyək ki, burada bir balaca bir yasaqlıq var. Hər hansı bir ərazidir. Həmin ərazidə görürlər ki, əməlli başlı təbiətdə artıq mühafizəyə ehtiyac var, geriləmə var. Orada balaca bir yasaqlıq yaradırlar. Müəyyən komponentləri qoruyurlar, hər bir şey yox. Amma bura insanların icazəsi giriş üçün, şərait olması üçün, istirahət üçün müəyyən obyektləri yaratmaq lazımdır, yol çəkilməlidir.
istirahət üçün obyektlər yaradılmalıdır. Bu iqtisadi cəhətdən həm də sərfəli olur. Çünki bu müvəqqəti qoruqdur. Bu təbiət öz-özünü bərpa eləyəndən sonra 10 il, 20 il sonra artıq yenə bura başqa bir ərazi olacaq, açıq bir ərazi olacaq. Müvəqqəti bir qoruqdur da bura, müvəqqəti ərazi. Amma milli parklar fikir verin, konkret bir əraziyə malikdir. Onun ətrafında, məsəl üçün Göygöl Milli Parkına gedəndə də görürük də, insanların istirahəti üçün hər şərait yaradılır. Fərq burada budur. Bu müvəqqəti qoruqlardır. Bir neçə komponent qorunur və icazəli şəxslərə də orada təsərrüfat fəaliyyəti ilə məşğul olmağa icazə verilir müəyyən şəxslərə. Respublikamızda olan qoruq və milli parklardan danışaq. Məsələn, Kəmalə müəllimə sizdən soruşum. Bunu müzakirə formasında aparaq. Eşidirsiniz? Bəli. Göygöl Milli Parkında nə qorunur? Qarmaq varışam. Hansı rayonlarda yerləşir? Hansı rayonların ərazisindədir? Gəncə. Yox müəllimə. Göygöl rayonudur. Daşkəsən və Goranboy rayonlarına düşür. Göygöl, Daşkəsən və Goranboy rayonlarına düşür. Rəqsanə müəllimə sizdən soruşuram. Samur Yalma Milli Parkında nə qorunur? Çöl quşları qorunur, yoxsa quşlar? Yox müəllimə. Orada düzən meşə landşaftdır. Bir də çəki balığı da yazırdılar, amma köhnə kitablarda düzən meşə landşaftı əsasən qorunur orada. Hansı rayonda yerləşir? Xatmaz rayonunda yerləşir. Mənim orada xəritədə Xəzərin sahilindən kənardadır da ora. Amma hansısa testdə mən görmüşdüm, Xəzərin landşaftı idi, nəysə bir şey, Xəzərin sahili idi. Belə bir testdə yəni cavabda Xəzərlə əlaqəlilərə çıxmışdı. Samur Yalama, Abşerondakı, bir də o Qızılağac düşür. Xəzərin fauna-florası. Müəllim, o güvənin testində idi o sual. Güvən sınağına salınıb. O deyir ki, Xəzər nəsə akvatoriyasına aid, nəsə belə bir sualdır. Ona aid olan qoruqları istəyir. Düz deyirsiniz, elə idi. Xəzər akvatoriyasına aid olar, oradan keçən çaylar var, o ərazidir. Bəli, ola bilər. Bəli, elə o güvən sınağındadır. Bəli, doğrudur, ola bilər mənim, düzdür. Bu xəritələr siz biraz da şərtidir də, yəni elə çəkilir. Məsələn, güvənin kitabındakı xəritədə tam o sahil bölgəsini də göstərir. Çünki köhnə kitablarda da xatırlayıram, çəki balığı yazırdı. O balıq da qorunması üçün çox güman ki, o təbii ki, sahilə birləşməlidir. Məntiqlə də fikirləşsək, bu sahildə bu hissə qalmaz. Yəni, bu qədər hissəni qorusunlar, o hissəni buraxsınlar. Yəqin ki, təbii ki, orada çıxışı olacaq Xəzərə. Doğru fikirdir müəllim, düzdür. Sonra Aksana xanım, sizdən soruşum. Mənim, buyurun. Şahdağ Milli Parkı sizcə hansı rayonları əhatə eləyir? Bir neçə rayon. Şahdağ Qusardır, Qubadır. O İsmayıllı, Qəbələ. Oğuz da var hətta. Baxın müəllim. Oğuz da var hətta. Oğuz dedim mənim. Əla. Bu rayonları əhatə eləyir. Burada nə qorunur? Landşaft qorunur mənim. Bəli, dağ meşə landşaftı və dağ çəmən landşaftı qorunur. Dağ meşə və dağ çəmən landşaftı qorunur. Aysel müəllimə, Altağac Milli Parkı hansı rayonların ərazisindədir? Altağac Milli Parkı Xızı ilə Siyəzəndir səhvləmirəmsə. Bəli, Xızı və Siyəzən rayonlarındadır. Baxın müəllim. Bəli, bu 3 rəqəmi ilə göstərilən. Müəllimə, sizlə davam eləyək. Ağgöl Milli Parkı hansı rayonların ərazisindədir? Ağgölü bilmirəm. Ağgöl Milli Parkı, müəllimə, budur. Ağcabədi və Beyləqan rayonu. Beyləqan rayonu. Bəli, Ağcabədi və Beyləqan rayonları ərazisindədir. Su quşları qorunur. Xəyalı müəllimə, sizdən soruşum. Şirvan Milli Parkı hansı rayonların ərazisindədir? Şirvan Milli Parkı Neftçalaya da düşür. Elə Şirvana. Yox. Şirvan deyirsə, Salyan və Neftçala. Bəli. Salyan, Neftçala. Hətta bir ballaca bu Qaradağın cənubuna da. Bəli, bir ballaca. İndi burada müəllimə nə qorunur əsasən? Ceyranlar, bir də quşlar qorunur. Su quşları, bəli, köçəri su quşları. Doğru. Bunlar qorunur. Zəngəzur Milli Parkı Nazlı müəllimə hansı rayonların ərazisindədir? Culfa, Şahbuz. Bəli, Culfa, Şahbuz, bir də Ordubada da düşür. Ordubad. Burada nələr qorunur? Olan faunası, florası, Araz paldı. Bezuar keçisi var burada. Bəli, var. Bəbir də var mı? Bəbir, onlar da. Bəli, doğrudur müəllimə. Sonra Ramilə müəllimə, Hirkan Milli Parkı hansı rayonların ərazisindədir? Hirkan ilə özü də cənubdadır.
Lənkəran Astara. Lənkəranın Astara rayonlarında, bəli, 2 rayon düşür. Doğru, Neçan Milli Parkı. Aha, sonra Rəqsana müəllimə sizdən soruşum. Bəli. Bəndivan yasaqlığı hansı rayondadır? Davam, yalan deyirəm müəllimə bunu. Bax, 13 rəqəmi ilə baxırıq, Qaradağa düşür. Qaradağdadır. Aha. Sonra kim qaldı? Xatirə müəllimə soruşmamışam. Xatirə müəllimə, Bəli. Körçay qoruğu hansı rayon ərazisinə düşür? Körçay, səhv etmirəmsə, Goranboy. Bəli, bəli. Nə qorunur orada? Körçayda, Goranboyda nə qorunacaq? Neftim, yox. Yox, yox. Müəllimə, baxın. Burada Bəli. Bozdağdır. Bozdağın təbii landşaftı qorunur. Bozdağın, bəli. Çünki aşağısı Bozdağ, yuxarısı Xocaşən silsiləsidir də bunlar. Bəli, Mingəçevin üstü Xocaşən. Bəli, orada Bozdağın təbii landşaftı qorunur. Eyni adda orada yasaqlıq da var. Körçay yasaqlığı. Bəli. Aha, elə sizlə davam edeyim müəllimə. Mənə Daşaltı yasaqlığı hansı rayon ərazisindədir, hansı ərazidədir? Daşaltı, Laçın. Şuşadadır. Şuşa, bəli, Şuşa. Daşaltı əməliyyatı orada olmuşdu, bəli. Şuşada. Yəni, doğrudur. Sonra müəllim elə sizdən yenə davam edeyim. Bəsirçay Dövlət Qoruğunda nə qorunur və hansı rayon ərazisidir? Bəsirçay, Zəngilandı, Şərq Çinarı. İndi deyin görüm həmin qoruğun ərazisində hansı iqlimlər var? Nə var? Hansı iqlimlər var həmin qoruğun ərazisində? Deməli, o Araz boyu hissədə qışı mülayim keçən yarım səhra deyərik. Aha. Qışı quraq keçən soyuq. Mülayim istiqlim. Qışı quraq keçən mülayim. Soyuq yoxdur müəllim onda. Yox, soyuğa düşmür müəllim. Hündürlüyü yazdı. Bəli, az baxın. Qışı quraq keçən mülayim isti, bəli, bir də qışı mülayim keçən yarım səhra. İndi fiziki coğrafi rayonlaşdırma baxımından da götürəndə ərazini, fiziki coğrafi rayonlaşdırma zamanı ən əsas geomorfoloji quruluş, landşaft kompleksləri, iqlim nəzərə alınmaqla aparılır. Ən əsas amillər bunlardır. Bir ərazinin geomorfoloji quruluşu, landşaft kompleksləridir, iqlimidir. Bunlar nəzərə alınaraq fiziki coğrafi rayonlaşma aparılır. Ardıcıllıqda ölkə, vilayət, yarım vilayət, rayon olaraq bölünürdü. Landşaftda necə bölünürdü? Sinif, yarım sinif, tip, yarım tip və növ olaraq. İndi müəllimlə götürürük biz Böyük Qafqaz vilayətini düz axıra qədər, qoruq yasaqlıq milli parklarının da hamısını düz Kür vilayətinə qədər götürək. İkinci periodda da Kür vilayəti və yerdə qalanları götürərik. Deməli, öyrənərkən hansı ardıcılıqla öyrənməliyik? Sizə ən uyğun variant hansısa təbii ki, onu seçin. Amma xəritə ilə öyrənməyi mən çox daha yaxşı hesab edirəm. Məsələn, götürdük Qonaqkənd fiziki coğrafi rayonunu. Orada hansı iqlimlər yayılıb? Relyefi nədir? Faydalı qazıntıları nədir? Geoloji quruluşu nədir? Bu formada öyrənsək çox daha rahat olur da. Məsələn, götürək ki, Qonaqkənd fiziki coğrafi rayonunun burada Şahdaxızı silsiləsidir. Bu ərazi Şahdaxızı bölgəsi deyilir. Yan silsilə buradadır. 5 barmaq dağı var cənubda, bu hissədə. Qusar maili düzənliyidir. Burada. Sonra neogen çöküntüləri var biraz. Bir balaca poligon çöküntüləri də var. Yura və təbaşir yaşlı çöküntülərə rast gəlirik. Mərmər ehtiyatları var, tikinti materialları var, mineral bulaqları var. Hansılardır mineral bulaqlar burada? Cimi, xaşır, Bəli, xaltan, doğrudur. Çayları Samurdur, Qudiyaldır, Quba çaydır, Vəlvələ çaydır, Şaburan çaydır, Ata çaydır. Bu çaylardan Samurdur, Qudiyaldır, Qusar çaydır. Bunlar daha çox qarpuzlaqla, digərləri də qarşı qidalanmada ümumi götürəndə qarpuzlaq deyə bilirik. Yağıntıları bərabər paylanan mülayim isti iqlim var. Qışı quraq keçən soyuq iqlim var, dağ tundra iqlimi də var burada. İqlim tipləri var da müəllim burada. Yarım səhraya düşmür də. Düşmür. Burada bağlanır da o şey. Bəlkə də bu hissədə bir balaca düşə bilər. Bu hissələrdə. Bütün iqlim tiplərini deməyək, bütün iqlim tipləri yəni çox daha əhatəli bir söz olur da. Məsələn, bərabər rütbətli soyuq iqlim yoxdur orada. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim yoxdur. Torpaqları, şabaldı torpaqlar, qəhvəyi, qonur torpaqlar, dağ çəmən torpaqları var. Şahdağ Milli Parkı, Altağac Milli Parkı bu ərazidə yerləşir. Bir ardıcılığı tutandan sonra çox rahat yada saxlamaq olur. Müəyyən bir məntiqini tutandan sonra. Oldu müəllimlər.